Yeni həftə, yeni ay və təbii ki, yeni başlanğıclarla bir aradayıq. Əziz bizim Sağlam Radionun dinləyiciləri, axşamınız xeyirli olsun. Bugün Sağlam Həyatdasınız və əlbəttə ki, çox aktual, eyni zamanda vacib mövzulardan biri gəlmişik görüşünüzə. Dərman vasitələrinin təhlükəsizliyi və apteklərin fəaliyyətinə bir nəzarət edəcəyik. Çünki hər birimizin sağlamlığı düzgün dərmandan da, etibarlı mənbədən də deyərdim başlayır. Həftənin bu ilk iş günündə birlikdə öyrənəcəyik, görək dərman alarkən nəyə diqqət etməliyik və ümumiyyətlə apteklərdə nəzarət necə aparılır. Yəqin ki, bugün kifayət qədər sizin suallarınız olacaq, həmişə olduğu kimi. Bugün də fəal olacaqsınız, mən buna çox ümid edirəm. Çünki gündəlik həyatımızda biz demək olar ki, bəzi problemlərlə qarşılaşırıq. Dərman alarkən də, ümumiyyətlə nəzarətlə də bağlı müəyyən fikirlər dolaşır bizim beynimizdə. Dərmanların keyfiyyətinə ümumiyyətlə nə dərəcədə inanmaq olar? Suallar çox olduğuna görə də biz təklif etdik ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin hüquq şöbəsinin müdiri Tamam xanım Həsənovanı dəvət edək bugün radiomuza, verilişimizə. Xoş gəlmisiniz. Axşamınız xeyir, xoş Axşamınız xeyir. Və nə yaxşı ki, dəvətimizi qəbul etdiniz, gəldiniz. Əvvəlcədən təşəkkür edirəm və bizim bir neçə sualımız var ki, hansı ki, bugün onları nə qədər bacarsaq ümumiləşdirib sizə ünvanlayacağıq. Çünki həqiqətən hər birimizi maraqlandıran bir mövzudur. Dərman vasitələrinin təhlükəsizliyi, apteklərin fəaliyyətində olan müəyyən bir nəzarət, amma hər şey demək olar ki, başlayır nədən? Bizim apteklərimizdən, əczaçılıq da deyək buna. Və istəyirəm ki, Tamam xanım, elə ondan başlayaq ki, ümumiyyətlə əczaçılıq fəaliyyəti nədir? Hansı qaydada o həyata keçirilir və ümumiyyətlə bu fəaliyyətlə məşğul olan müəssisələrdə yoxlamalar hansı formatda aparılır? Nəzarət necə olur? Bir daha salamlayıram hər kəsi. Əvvəlcə əczaçılıq fəaliyyətinin, onda gəlin anlayışına baxaq ki, əczaçılıq fəaliyyəti nədir? Dərman vasitələri haqqında qanuna görə əczaçılıq fəaliyyəti dərman vasitələrinin hazırlanması, istehsalı, topdan və pərakəndə satışı ilə bağlı olan fəaliyyətdir. Əczaçılıq fəaliyyəti həmçinin sahibkarlıq fəaliyyətinin bir növüdür və bu sahibkarlıq fəaliyyətini həyata keçirərkən sahibkarın özünün də gözləməli olduğu bir neçə əsas məqam var. Birincisi, əczaçılıq fəaliyyəti lisenziyalar və icazələr haqqında qanunun tələblərinə əsasən lisenziyalaşdırılan fəaliyyətdir. Lisenziyalaşdırılan fəaliyyət dedikdə o nəzərdə tutulur ki, yəni həmin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin icazəsi tələb olunur. Ümumiyyətlə, aptek təşkilatı dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olan müəssisələrdir və onların nəzarətinə, onların dövlət nəzarəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılır. Bu məsələlərə ümumiyyətlə nəzarətin həyata keçirilməsinin bir neçə üsulu var. Onlardan ən geniş yayılanı, ən çox istifadə olunanı yoxlamalardır. Yoxlamalar isə sahibkarlıq sayəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunla tənzimlənir. Bu qanunun tələblərinə əsasən sahibkarlıq subyektlərində, eləcə də aptek təşkilatlarında aparılan yoxlamalar planlı və plandan kənar olmaqla iki istiqamət üzrə aparılır. Planlı yoxlama, yəni plan üzrə yoxlamalar müəyyən dövrlük gözlənilməklə həyata keçirilən yoxlamalardır. Hansı ki, aptek təşkilatlarında müəyyən dövr gözləməklə, müəyyən bir periodda bir dəfə olmaqla Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlamalar həyata keçirilir. Plandan kənar yoxlamalarda isə əsas 3 mənbədən, birincisi vətəndaş şikayətlərindən, ikincisi mediada yayımlanan məlumatlardan, üçüncüsü isə dövlət orqanlarından ünvanlanan sorğular əsasında yoxlamalar həyata keçirilir. Plandan kənar yoxlamalar həyata keçirilir. Bütün yoxlamalar qanunun tələbinə əsasən Ədliyyə Nazirliyinə məxsus olan yoxlamaların vahid məlumat reyestrinə yerləşdirilməklə müvafiq məlumatlar və oradan çıxarış əldə edilməklə həyata keçirilir. Yoxlamalardan danışacağıq, çünki həqiqətən bu bizim maraqlandıran bir sahə, bir mövzu olduğuna görə, əhalinin də eyni zamanda maraqlandırdığına görə bugün çoxlu suallarla sizə müraciət edəcəyik. Amma düşünək ki, əczaçılıq fəaliyyəti ilə bir insan əgər məşğul olmağa başlayırsa, bunu hansı formada etməlidir? Məsələn, ilk olaraq birinci müraciət etdiyi qurum hara olmalıdır? Hansı formada ümumiyyətlə müraciətlər qəbul olunmalıdır? Düzgün qaydası bunun necədir? Ümumiyyətlə hər kəs əczaçılıq fəaliyyəti ilə məşğul ola bilər? Tamam xanım. Bayaq da vurğuladığımız kimi əczaçılıq fəaliyyəti
sahibkarlıq fəaliyyətinin bir növüdür və sahibkar təşkilati hüquqi formasından asılı olmayaraq bu fəaliyyətlə məşğul ola bilər. Aptek yaradıb daha aydın olsun deyə daha sadə şəkildə çalışacağam, dinləyicilərin diqqətinə çatdırım. Əzaçılıq fəaliyyəti ilə, yəni dərman vasitələrinin pərakəndə satışı ilə, yəni aptek fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər lisenziyalar, icazələr haqqında qanunun tələbinə əsasən İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. İqtisadiyyat Nazirliyinə müraciətlər bir neçə formada həyata keçirilir. Birincisi portal vasitəsilə, yəni lisenziyalar, icazələr portalı vasitəsilə müraciət oluna bilər onlayn qaydada sahibkarlar tərəfindən. İkinci metod isə asan xidmətdə sırf bu fəaliyyət növü üçün ayrılmış, yəni lisenziyalaşdırma fəaliyyəti üçün ayrılmış icazə belə deyək. Bəli, xüsusi hissələr var, bölmələr var, hansı ki, ora yaxınlaşıb öz sənədlərini təqdim edərək lisenziyanın alınması məqsədi ilə ərizəçi kimi müraciət edə bilərlər. Ərizəçi müraciət etdikdən sonra sənədlər portal vasitəsilə Səhiyyə Nazirliyinə daxil olur və Səhiyyə Nazirliyinin rəyinin alınması məqsədi ilə həmin müəssisəyə baxış keçirilir. Baxış keçirilir. Yəni ümumiyyətlə bu lisenziyanın cavabı nə qədər vaxt alır? Təqribi, yəni nə qədər sonra müraciətdən nə qədər sonra artıq razılıq rəyi alınır və daha sonra yəqin ki, müəssisəyə baxış keçirilir. Belə olur da ardıcıllıq. Ardıcıllıq belə olur. Çox yaxşı məsələyə toxundunuz. İqtisadiyyat Nazirliyinə müraciət edildikdən sonra məlumatlar bildirdiyim kimi Səhiyyə Nazirliyinə daxil olur və Səhiyyə Nazirliyi tərəfindən 7 iş günü müddətində həmin müəssisəyə baxış keçirilir. Və əgər zərurət olarsa, müəssisə böyük olarsa, yaxud daha uzaq məsafədə yerləşərsə, bunun üçün bu müddət əlavə 20 gün müddətinə qədər uzadıla bilir və bu müddət ərzində sahibkara aptek fəaliyyəti ilə məşğul olmaması barəsində rəy verilir. Lakin bu rəy həlledici məqam deyil. Çünki lisenziyanı verən qurum, lisenziya verən orqan İqtisadiyyat Nazirliyidir və İqtisadiyyat Nazirliyi təqdim olunmuş rəyi də qiymətləndirir, ərizəçinin sənədlərini də qiymətləndirir və yekun qərarı yenə İqtisadiyyat Nazirliyi verir, ya lisenziya verir, ya da lisenziya verməkdən imtina edir. Ancaq bu o demək deyil ki, sahibkar yenidən bunun üçün müraciət edə bilməz. Sahibkar ona bildirilən problemləri, qüsurları aradan qaldırdıqdan sonra yenidən ərizə ilə birgə lisenziyanın alınması məqsədi ilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. Burada müəyyən bir müddət yəni qeyd olunmur. Sadəcə dediyiniz kimi o nöqsanların üzərində işlədikdən sonra, yəni müəssisənin və yaxud aptekin, sadə dillə desək, daha uyğun olub olmadığını müəyyənləşdirdikdən sonra təkrar müraciət edə bilər ki, mən məsələn yenidən bu fəaliyyətlə məşğul olmaq istəyirəm, əczaçılıq fəaliyyətini. Yəni burada təqribi qiymət, daha doğrusu vaxt orada müəyyənləşmir. Xeyr, bu vaxtlar daha çox, ümumiyyətlə qanunvericilikdə vaxtlar daha çox dövlət qurumları üçün müəyyən olunur. Ona görə ki, sahibkarı qorumaq üçün, ərizəçini qorumaq üçün olur bunlar və tərəfimizdən müddət gözlənir, müddətə uyğun rəy verilir. Ərizəçi öz qüsurlarını istədiyi vaxt aradan qaldırıb yenidən müraciət edə bilər. Bunun üçün vaxt məhdudiyyəti müəyyən olunur. Anladım, qeyd olunmur bu, başa düşdüm. Əczaçılıq fəaliyyəti deyək ki, lisenziyalaşdırıldı. Analitik ekspertiza mərkəzinin səlahiyyətlərini sizdən öyrənərdim indi hal-hazırda və bir də hansı məqamlara ən çox diqqət yetirilir? Onda gəlin lisenziyalaşdırma prosesindən danışaq. Əsas lisenziya verilərkən, rəy verilərkən əsas hansı məsələlərə baxılır, xüsusən də aptek istiqamətində. Əvvəlcə müəssisəyə baxılır, müəssisədə dərman vasitələrinin saxlanma şəraitinə baxılır, həmin müəssisənin maddi-texniki bazasının olub-olmamasına baxılır, müvafiq avadanlıqlarının olub-olmamasına nəzarət olunur, yeni qanunvericiliyə, yeni dəyişikliyə əsasən elektron resept sisteminə inteqrasiyasının olub-olmadığı müəyyənləşdirilir. Daha sonra həmin müəssisədə çalışacaq şəxslərin sertifikatlaşdırılıb, sertifikatlaşdırılmaması məsələsinə baxılır. Yəni, ixtisaslaşıblarmı onlar? Bəli, hansı ki, aptek təşkilatlarında dərman satışı ilə məşğul olacaq şəxslər ali və orta tibb təhsilli əzaçılar olmalıdır və müvafiq sertifikasiyadan keçmiş olmalıdırlar. Bunlara nəzarət olunur.
daha sonra həmin müəssisənin qeyri-yaşayış sahəsi olub-olmamasına baxılır. Buna da diqqət yetirilir. Bəli, və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş aptek təşkilatına dair tələblər var. 2018-ci ildə təsdiqlənib bu tələblər 01 nömrəli kollegiya qərarı ilə. Burada aptek təşkilatı qurmaq üçün nə lazımdırsa, aptek təşkilatının fəaliyyəti nə cür qurulmalıdırsa, bunun hər biri qeyd olunub. Ümumiyyətlə, aptek təşkilatlarına dair tələblərə baxsanız, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq standartlarına və Beynəlxalq Əczaçılıq Təşkilatının tövsiyələrinə əsasən hazırlanmış sənəddir. Yəni, müasir bütün dəyişikliklər o sənəddə tez-tez öz əksini tapır, o sənəd tez-tez yenilənir. Hansı ki, beynəlxalq istiqamətdə dəyişiklik olduqca o sənəddə də öz əksini tapır. Orada qeyd olunan məsələlər yoxlanır. Əgər ərizəçinin hər hansı bir gözündən qaçan məqam varsa, düzgün qurmadığı məsələ varsa, həmən tələblər əsas götürülməklə ona əsaslandırılmış formada bildirilir. Mənə maraqlıdır. Baxın, yoxlanılmalar aparılır, nəzarətdə saxlanılır da daim və ən çox hansı nöqsanları üzə çıxarırsınız? Bu nöqsanların üzə çıxarmasında şübhəsiz ki, vətəndaşların da rolu böyükdür. Çünki vətəndaşların bizə tez-tez müraciəti əsasında, bəli. Ən əsası lisenziyadan kənar fəaliyyət 210-cu maddəyə əsasən ki, bu qanun pozuntusudur və İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən əgər müəssisə lisenziyadan, daha doğrusu aptek təşkilatı lisenziyadan kənar fəaliyyət göstərirsə, bu inzibati xəta obyektidir və həmən müəssisə cərimələnir, protokol tərtib olunur barəsində. Həmən aptek təşkilatları əgər saxta yaxud dövlət qeydiyyatına alınmamış, reyestrə daxil edilməmiş dərman vasitələrini satış məqsədi ilə saxlayırsa, bu da özü də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət yaradır və bu hallarla da biz tez-tez rast gəlirik. Hansı ki, vətəndaşlar bizə müraciət eləyir ki, mən aptek təşkilatına yaxınlaşdım, dərman vasitəsi aldım, lakin aldığım dərman vasitəsinin qeydiyyatının olub-olmaması mənə şübhəlidir. Yəni, üzərində dərmanın qeyd olunmur dövlət qeydiyyatı. Bəli, o qeyd olunmur içilik vərəqələrində. Həm də vətəndaş bir neçə formada onu yoxlaya bilir dövlət qeydiyyatının olub-olmadığını. Dövlət qeydiyyatı olmayan dərman vasitələrinin effektivliyinə, təhlükəsizliyinə dövlət tərəfindən təminat verilmir. Bu səbəbdən dərman vasitələri yoxlanılır və dövlət qeydiyyatına alınır. Ona görə də vətəndaş əgər şübhələnirsə, bizə sərbəst formada müraciət edə bilər. Bundan sonra aptek təşkilatlarına dair tələblərin pozulması halları ilə tez-tez rast gəlirik. Bu barədə tez-tez şikayətlər daxil olur bizə. Müvafiq qaydada qeyd etdiyim formada yoxlamalar açılır, plandan kənar yoxlamalar, müfəttişlər tərəfindən yoxlamalar həyata keçirilir və bu yoxlamalar zamanı qanun pozuntuları aşkar olunur. Yəqin ki, irəliləyən dəqiqələrdə biz bu nöqsanlara bir də keçərik. Yəni, üzərindən bir də yadımıza düşər. Amma ən əsas o xoşuma gəldi ki, vətəndaşların özü nəzarət eləyə bilər ümumiyyətlə qəbul etdikləri dərmanlara da, dərmanların keyfiyyətinə də. Çünki müəyyən bir qeydlər aparılır o yazıların üzərində və hər kəs, hər bir ciddi məsuliyyətli bir vətəndaş dərman alarkən də özü də maraqlana bilər. Görək bu dövlət qeydiyyatında olan bir dərmandır. Ümumiyyətlə satışına icazə varmı bu dərmanın? Doğrudurmu? Bəli, yəni ona görə çox yaxşı qeyd etdiniz ki, yəni bundan sonra bizim dinləyicilərimiz də bax bu istiqamətdə diqqətlərini daha çox artıracaqlar, maariflənəcəklər. Ona görə də elə məqsədimiz də elə odur ki, bu gün sizi dəvət edək. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam xanım Həsənova. Siz də suallarınızı göndərə bilərsiniz. Maraqlı bir mövzudur. Dərman vasitələrinin təhlükəsizliyindən danışırıq və apteklərin fəaliyyətinə nəzarətin ümumiyyətlə necə olmasından. Bu da bir sualdır. Siz göndərə bilərsiniz suallarınızı həmişə olduğu kimi 055 93 490 93-ə. Nə bilmək istəyirsiniz bu barədə? Ümumiyyətlə aptek işçilərinin fəaliyyəti ilə bağlı, aptekdə saxta dərmanların aşkar edilərsə nə etmək lazım olduğunu bilirsinizmi, yoxsa yox? Hər halda bu istiqamətdə bugün söhbətimizi aparacağıq, müzakirəmizi də aparacağıq. Siz isə bir neçə dəqiqəlik həm reklamlara, həm mahnılara qulaq asacaqsınız, sonra sağlam xəbər də olacaq və sonra bizim söhbəti diqqətlə dinləyəcəksiniz. Çünki hələ irəlidə maraqlı suallarımız var bugün ünvanlanacaq qonağımıza.
Maraqlı bir mövzumuz var bugün Sağlam Həyatda. Dərman vasitələrinin təhlükəsizliyindən danışırıq, apteklərin fəaliyyətinə nəzarətdən danışırıq. Bəli, eyni dərman bəzən o qədər fərqli təsir göstərir insanlara. Biz də bəzən səbəbi başqa bir yerdə axtarırıq. Bəzən başqa cür təsir göstərir. Mən elə bu sualla da müraciət edəcəm bugünkü qonağımıza, amma dərmanların ümumi nəzarətindən danışanda biz özümüz necə nəzarət eləyə bilərikmi? İçdiyimiz dərmanlara, aldığımız dərmanlara. Bayaq məsələn Tamam xanım vurğuladı ki, üzərində dövlət qeydiyyatı olan, yəqin ki, orada verilmiş ştamp və yaxud qeyd olur. Biz məsələn bir üsul budur, bizim öyrənmə üsulumuz. Axı orada başqa bir məqamlar da var. İstəyirəm ki, buna birazdan bizə aydınlıq gətirəsiz. Əziz bizim Tamam xanım, yeri gəlmişkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq Şöbəsinin müdiridir Tamam Həsənova və siz də suallarınızı göndərə bilərsiniz. Mən bir balaca nöqsanlar barəsində, yəni öyrənmək istəyirəm. Düşünün ki, doğrudan da geniş bir yoxlama aparıldı. Əczaçılıq müəssisəsində, aptekdə və yaxud da ki, buna bənzər yerlərdə və həmin şəxsi hansı cəzalar gözləyir? İstəyərəm ki, daha çox məsələn qanun pozuntusu müəyyən edilibsə, hansı tədbirlər həyata keçirilir ilk vaxtlarda, sonradan hansı ciddi addımlar atılır bu yöndə? Bəli. Aptek təşkilatlarına dair tələblərdə aptekin fəaliyyətinin qanuna uyğunluqları bütün xırdalıqları ilə öz əksini tapır. Orada həm qanun pozuntusu hesab oluna biləcək, həm də nöqsan hesab oluna biləcək əlamətlər var, hansı ki, onlara mütləq nəzarət olunmalıdır. Məsələn, aptek təşkilatlarına dair tələblərdə qeyd olunur ki, dərman vasitələri və digər məhsullar bir-birindən ayrı yerləşdirilməlidir. Necə? Aptekdə satıla biləcək məhsulların siyahısı konkret qanunda qeyd olunur. Dərman vasitələri, tibb vasitələri, əczaçılıq məhsulları, daha sonra xüsusi təyinatlı qidalar, məsələn, uşaq qidalarını buna misal göstərə bilərik. Daha sonra sanitar gigiyenik məhsullar, əczaçılıq məhsulları, bunların aptekdə satışına icazə verilir. Bundan başqa digər məhsulların aptekdə satışına icazə verilmiş. Və digər deyərkən daha nə? Başqa? Məsələn, hansısa bir qida, ümumiyyətlə qida yerləşdirilə bilməz, aptekdə satıla bilməz. Yaxud da hansısa bir texniki alət əgər tibb vasitəsi deyilsə, aptekdə satıla bilməz. Aptekin təyinatı sırf dərman və tibb vasitələrinin və daha analoji məhsulların satışıdır. Amma Tamam xanım, nə gizlədir? Mən deməyəcəm apteki, amma mən orada sıyıq hazırlamaq üçün uşaq qidasına rast gəlmişəm. Uşaq qidası əslində satıla bilər. Yəni bu analoji məhsul hesab olunur. Hansı ki, uşaq qidasıdır. Uşaq üçün nəzərdə tutulur deyə. Onların satışına məhdudiyyət yoxdur. Yəni aptek təşkilatlarında bundan başqa digər məhsulların satışına qadağa var. Bu da dərman vasitələri haqqında qanunda konkret siyahı müəyyən olunur ki, hansı məhsulların satışı satışına aptekdə icazə verilir. Bundan əlavə aptekdə olan şəxsin sertifikasiyasından danışaq. Aptekdə ümumiyyətlə aptek nə cür qurulmalıdır? Reseptli satılan dərman vasitələri və reseptsiz satılan dərman vasitələri, yəni əl satış şöbəsi fərqləndirilməlidir. Hansı ki, reseptli satış həyata keçirilən hissədə ancaq sertifikatlı, müvafiq diploma malik əczaçı fəaliyyət göstərməlidir. Ancaq əl satış şöbəsində isə yəqin ki, görmüş olarsınız, onlar xüsusi ara kəsməklə fərqli-fərqli istiqamətlərdə olur və onların məhsulları oradan fərqli hissələrdən alırsınız. Kassada daha fərqli yerdə olur. Burada isə ancaq həmən o əl satış şöbəsində, yəni digər məhsulların satıldığı hissədə isə əczaçı olmayan şəxslər də fəaliyyət göstərə bilər. Bunun üçün məhdudiyyət yoxdur, amma resept əsasında satılan dərman vasitələri mütləq əczaçılar tərəfindən satılmalıdır. Daha sonra əczaçılığın geyimi fərqli olmalıdır. Çünki əczaçı fərqlənməlidir. Yəni şəxs bilməlidir ki, istehlakçı bilməlidir ki, kimə müraciət eləməlidir, dərman barəsində sualını kimə verməlidir. Tamam xanım, bir aptekdə yalnız bir əczaçı işləyə bilməz? İşləyə bilər. Amma məsələn, həm reseptli dərmanlarla bağlı ona müraciət olunursa və yaxud bayaq söylədiyiniz qeyri belə reseptli dərmanlar və yaxud da ki, müəyyən bir əlavələr məhsullarla bağlı. O zaman o satışı həyata keçirə bilməz? Keçirə bilər. Ancaq
bayaq vurğuladığım kimi resept əsasında satılan dərmanları ancaq əczaçı sata bilər. Yəni bir əczaçı hər iki şöbəyə nəzarət eləyə bilər. Bilər. Bəli, bilər. Anladım. Məhdudiyyət yoxdur. Yox, çünki siz bayaq söylədiniz ki, adətən iki yəni işçi olur, əczaçı olur. Biri məhz reseptli dərmanlara nəzarət edir, digəri isə başqa bir məhsulları satışına. Mənim demək istədiyim nədir? Yəni əgər aptekdə dərman satışı, reseptli dərman satışı şöbəsidirsə, mütləq orada əczaçı olmalıdır. Yəni bir əczaçı digərinə də nəzarət eləyə bilər. Amma əczaçı olmayan şəxs reseptli dərman sata bilməz. Anladım sizi. Və gəlir, əlavələr də eləmək istəyirəm, buyurun. əgər mümkündürsə. Daha sonra həmən aptek təşkilatının quruluşundan danışmalıyıq. Səhiyyə Nazirliyi tərəfindən konkret müəyyən olunmuş fərqləndirici, onu simvolizə edən, apteki simvolizə edən xüsusi bir nümunə var və o mütləq aptekin üzərində yerləşdirilməlidir. Yəni şəxs kənardan baxanda bilməlidir ki, o aptekdir. Hansı ki A hərfi yazılır, ağ fonda yaşıl şriftlə. Bu onu fərqləndirir. Bu artıq Səhiyyə Nazirliyi tərəfindən qoyulmuş tələbdir. Daha sonra həmən müəssisədə sanitar gigiyenik normalar əməl olunmalıdır. Giriş-çıxış fərqləndirilməlidir. Aptek qeyri-yaşayış sahəsində qurulmalıdır. Aptek əgər hansısa bir özəl tibb müəssisəsinin tərkibindədirsə belə, onun giriş-çıxışı ayrı olmalıdır. Bu da yenə qanunvericiliyin tələblərindən biridir. Tutaq ki, klinikanın nəzdindədir, amma başqa bir yerdən girişi var. Bəli, onun ayrıca girişi olmalıdır. Anladım. Bir də dediniz ki, qeyri-yaşayış yerində yerləşməlidir. Bu nə məqsədlə olunur ki? Yəni hər şeydə bir səbəb yəqin ki var. Məsələn, hansısa bir çox mərtəbəli binanın 10-cu mərtəbəsində evlərin içərisində aptek ola bilməz. Məsələn, aşağı hissəsində ki, adətən bəli ola bilər. O artıq qeyri-yaşayış hissəsidir həmin binanın və orada aptek fəaliyyəti qurula bilər. Və ümumiyyətlə dərman vasitələrinin saxlanma şəraitinə mütləq qaydada əməl olunmalıdır. Hansı ki, dinləyicilər də məlumatdadır ki, dərman vasitələrinin saxlama şəraiti bir-birindən fərqlidir. Bəziləri çox aşağı temperaturda saxlanılmalıdır, bəziləri normal otaq temperaturunda da saxlanıla bilər. Aptek o formada qurulmalıdır ki, həmən dərman vasitələrinin saxlama şəraitinə əməl eləyə bilsin. Xüsusi havalandırması, ventilyasiyası olmalıdır, bunlara diqqət olunur. Bu məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, əgər aptek təşkilatı, bir də ən əsası, aptek qeydiyyata alınmış, dövlət reyestrinə daxil edilmiş dərman vasitələrinin satışı ilə məşğul olmalıdır. Əgər bilə-bilə saxta, normativ hüquqi aktların, texniki normativ hüquqi aktların yaxud da həmən tələblərə cavab verməyən, dövlət qeydiyyatına alınmamış, dövlət qeydiyyatına alınmadan ixal olunmuş məhsulların, dərman vasitələrinin satışı özü İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinə əsasən məsuliyyət yaradır. Bu zaman vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 7000 manata qədər məbləğdə cərimələnirlər. Burada da bir nüansı izləyicilərin diqqətinə çatdırmaq istəyirəm. Əgər satılan dərman vasitəsinin ümumi məbləği qeydiyyata alınmayıbsa, saxtadırsa, 1000 manatdan aşağıdırsa biz gedib cərimə tətbiq eləyə bilirik. 1000 manatdan yuxarı olduqda bu artıq cinayət məsuliyyəti yaradır. Bu səbəbdən artıq həmən pozuntu, həmən qanun pozuntusu hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülür və müvafiq tədbir görülür. Protokollar tərtib olunur həmən müəssisəyə dair və protokollar aidiyyəti üzrə məhkəməyə yönləndirilir. Məhkəmə qaydasında baxılır, müəssisə ya cərimələnir, ya da məhkəmə qaydasında cərimə fəaliyyətinə bəlkə də son qoyulur. Aydındır. Bir sual var. Deməli, sahibkar lisenziya tələb olunduğu halda lisenziya almadan əczaçılıq fəaliyyəti ilə məşğul olursa, yenə də burada məsuliyyəti daşıyır? Bəli.
lisenziyalar və icazələr haqqında qanuna əsasən aptek fəaliyyəti lisenziyalaşdırılan fəaliyyətdir. Dərman vasitələrinin pərakəndə satışının həyata keçirildiyi müəssisədir. Əgər sahibkar aptek fəaliyyəti ilə aptek təşkilatı yaratmaq istəyirsə, dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olmaq istəyirsə, mütləq qaydada lisenziya almalıdır. Əgər lisenziya almadan fəaliyyət göstərirsə, bu İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati xəta hesab olunur. Əgər inzibati xətanı törədən fiziki şəxsdirsə, bu zaman 2000 manatdan 5000 manata qədər, hüquqi şəxsdirsə 2000 manatdan 5000 manata qədər, vəzifəli şəxsdirsə 5000 manatdan 10000 manata qədər, hüquqi şəxsdirsə 20000 manatdan 30000 manata qədər cərimələnirlər. Bu cərimələrin məbləğlərinin arasındakı fərqin səbəbi isə odur ki, ola bilər ki, bir inzibati xəta 2 dəfə törədildi, ona artıq ən aşağı hədd müəyyən olunur. Eyni müəssisə tərəfindən dəfələrlə törədilirsə, bu artıq daha yuxarı həddin müəyyən olunması ilə nəticələnir. Maraqlı suallar gəlib 055 93 490 93-ə. Bir-bir səsləndirirəm mesajlarınızı, narahat olmayın, siz də göndərməyə davam edin. Sağlam həyat. Sağlam həyat. Dəyişimə bugündən başla. Aptekdə saxta dərman aşkar edilərsə nə etmək lazımdır? Bunu göndərdi bizə 4052. Aptekdə saxta dərman aşkarlanarsa, yaxud da ümumiyyətlə aşkarlanmasa belə, əgər hər hansı istehlakçı tərəfindən hər hansı bir sual yaradarsa, o zaman istehlakçılar bizə, yəni analitik ekspertiza mərkəzinə, nəzarət edici qurum kimi analitik ekspertiza mərkəzinə müraciət edə bilərlər. Yalnız burada bir məqamı izləyicilərin diqqətinə çatdırmaq istəyirəm ki, mütləq qaydada həmən dərmanı və həmən aptekdən aldığını təsdiq eləyən qəbzi müraciətlərini əlavə etməlidirlər. Bu zaman onlar müraciətlə, yəni vətəndaş şikayəti formasında analitik ekspertiza mərkəzinə müraciət edirlər. Analitik ekspertiza mərkəzinə müraciət etməyin bir neçə üsulu var. İstəyərdim ondan da danışım. Birinci üsul odur ki, adi qaydada bir pəncərə xidməti mövcuddur və bir pəncərəyə yaxınlaşaraq o şikayətlərini əlbəyalı qaydada göndərə bilərlər, poçt vasitəsilə ünvanlaya bilərlər, yaxud da Farm.az saytında vətəndaş şikayətlər üçün, ümumiyyətlə şikayətlərin, ərizələrin, müraciətlərin yerləşdiyi bölmə ayrıdır. Həmən bölmədən öz müraciətlərini göndərə bilərlər. Bax belə, yəni əgər narazı qalmısınızsa, dərman əldə etmisiniz, ya keyfiyyətində bir nəsə sizə xoşa gəlməyən bir hal yaşanıbsa, belə ciddi məqamlar, ciddi nöqsanlar, əgər zəhərlənmələr baş veribsə, demək ki, aptek təşkilatından yəni şikayət oluna bilər. Əlbəttə. Bax belə, bunun nəzərən qaydasını da Tamam xanım söylədi. Hətta verilişin irəliləyən dəqiqələrdə bu şikayət ərizəsinin necə yazılıb, necə tərtib olunması ilə də bağlı sual verə bilərik. Deməli, aptekdə çalışanların vəzifələrini də öyrənsək bu məqamda mənə gəlir ki, yaxşı olar. Deməli, aptekdə çalışan geyiminə diqqət etməlidir. Orada gigiyenik qaydalar ciddi əməli olunmalıdır. Özünün vəzifəsi nədən ibarətdir? Yəni xüsusi burada deyəcəyiniz varmı, yoxsa əhatə elədiniz bayaqki cavabda? Əlavələrim var. Aha, bildirdiyim kimi ən əsası həmən şəxsin ixtisasına uyğun fəaliyyət göstərməsidir. Yəni müvafiq ali və orta ixtisasa malik olan əczaçı olmasıdır, sertifikasiyadan keçmiş olmasıdır və həmən əczaçının öz fəaliyyəti zamanı, yəni ümumiyyətlə əczaçı öz fəaliyyətini elə qurmalıdır, alıcılarla elə münasibətdə olmalıdır ki, elə formada öz münasibətini qurmalıdır ki, bu əczaçılıq ixtisasına olan hörmətin artmasına səbəb olsun. İstehlakçıda inam yaransın. Bəli. Öz nüfuzunu, yəni öz peşəsinin nüfuzunu qorusun. Daha sonra qeyd etdiyiniz kimi geyim qaydalarının fərqli olması falan əlbəttə bunlar da vacibdir. Bundan əlavə əgər şəxs müraciət eləyirsə və dərman barəsində məlumat almaq istəyirsə, bu zaman istehlakçıya həmən dərman barəsində ətraflı məlumat verməlidir.
qanunvericilikdə edilən dəyişikliklərə əsasən bəzi dərman vasitələri hansı ki onların Azərbaycan Respublikası üçün istehsal olunmayıb və istifadə təlimatı Azərbaycan dilində deyil, istifadə təlimatı həmən məhsulun qablaşmasında deyil. Bu zaman onlara sistemdən çıxarılmış istifadə təlimatını təqdim etməlidir. Bu artıq qanunvericiliyin tələbinə əsasən ərizəçinin borcudur. Ərizəçi Azərbaycan dilində istifadə təlimatı olmadıqda dərman vasitəsinin içərisində bu zaman istehlakçı onu kağız formasında təqdim etməlidir. Daha sonra yenə dərman vasitələrinin xüsusi saxlanma şəraitinə riayət etməlidir. İstehlakçını aldadacaq, onun üçün çaşqınlıq yaradacaq hər hansı bir hərəkətə ya hərəkətsizliyə yol verməməlidir. Bunların hər biri əczaçı üçün qoyulmuş tələblərdən biridir. Aha. Təbii bir neçə dəqiqədən sonra sizə onlayn satışla da bağlı sual verəcəm, amma birinci nə qədər unutmamışam o sualı verim. Deyək ki, dərman vasitələrini alıb alıcı və yenidən qaytarmaq, yəni ya evdə əlavə olaraq gedib görüb ki, var, yenidən qaytarmaq istəyir. Yəni bu istək nəzərə alınırmı hal-hazırda? Necədir vəziyyət bu? İstəyərdim ki, bu istiqamətdə nəzarətiniz nə yerdədir? Yəni alınan məhsullar, olsun dərman vasitələri o cümlədən də. Onların geri qaytarılmaq şansı varmı? Dərman vasitələrinin geri qaytarılmaq şansı var, amma mütləq qaydada ərizəçilər bunu, ümumiyyətlə alıcılar bunu nəzərə almalıdır ki, dərman vasitəsinin xüsusi saxlama şəraiti var. Həmən dərman vasitəsi məsələn mənfi 3 dərəcədə saxlanmalıdırsa, aydın məsələdir ki, ərizəçi onu istehlakçı onu evdə o şəraitdə saxlaya bilmir və onu gətirib əlbəl qaytarır. Artıq o dərmanın keyfiyyəti öz əhəmiyyətini itirir. Burada müəyyən bir müddət yəqin nəzərə alınacaq. Neçə gün müddətində? 14 gün müddət tətbiq olunur. Adi bir gün məsələn olubsa, yenə də qəbul olunmur. Bir gün keçibsə. Bu daha çox belə deyim, müraciət edən şəxslə alıcı ilə aptek təşkilatı arasında olan məsələdir. Ancaq bizə o barədə müraciət olunduqda aptek təşkilatına biz də müraciət edirik, izahatını alırıq. Yəni bu cəhətdən də ərizəçinin müraciəti cavablandırılır, bu məsələyə münasibət bildirilir. Aptek təşkilatı ilə kontakta keçirik, ona məsələni izah edirik və vətəndaşın hüququnun bərpa olunmasını tələb edirik. Ancaq bunu da ərizəçilər, yəni alıcılar o formada tətbiq eləməlidirlər ki, başqa istehlakçının hüququna ziyan vurmasınlar. Anladım. Mən onlayn satışla da bağlı istəyirəm Tamam xanım sizə müraciət eləyim. Bilmirəm indi geniş bu barədə danışmaq lazım gələcəksə, o zaman biz bir neçə dəqiqədən sonra buna toxunarıq. Çünki bilirəm ki, dərman vasitələrini onlayn alan şəxslər də var. O zaman nəzarət necə olur? Tutaq ki, biz sifariş eləyirik onlayn və bizə çatdırırlar. Bu belə adətən bu proses belə gedir və biz artıq pərdənin o biri tərəfini görmürük. Yəni bizə bu dərmanları satan kim oldu? Düzdürmü? Yəni biz istəyirik ki, bu barədə bizə məlumat verəsiniz, əgər mümkünsə, amma indi cavab vermək istəyirsinizsə eşitməyə hazıram sizi. Biraz geniş təqdimat lazım olacaq. O zaman bu haqqda bəli, o zaman bu haqqda danışacağıq. Elə sizin də diqqətiniz bizdə olsun, əziz dinləyicilərimiz. Biz indi hal-hazırda reklamları səsləndirəcəyik. Daha doğrusu sual-cavab şəklində bir çarxımız var, onu dinləyəcəksiniz. Daha sonra reklamlar, dərman vasitələrinin onlayn satışı bəs necə həyata keçirilir? Bu sual hər birimizi maraqlandırır. Məni məsələn maraqlandırır ki, nəzarət necə burada mümkün qədər güclü ola bilirmi? Yoxsa necə? Tamam xanım Həsənova birazdan bu barədə də bizə məlumat verəcək. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin hüquq şöbəsinin müdiridir. Tamam Həsənova. Suallarınızı gözləyirik 055 93 490 93-də. Bəli, həftəmizin yeni iş gününə biz bu mövzuyla başladıq. Dərman istehsalı ilə bağlı, dərman vasitələrinin təhlükəsizliyi ilə bağlı, nəzarətin nə səviyyədə olması ilə bağlı və eyni zamanda apteklərin də fəaliyyətinə toxunuruq və dediyimiz kimi apteklərdir, dərmanlardır və sağlamlıqdır. Bunları bir-birindən mənlə gəlir ki, ayırmaq da düzgün deyil. Çünki həyatımızın bir parçasıdır. Ona görə mən düşündüm ki, bugün
çox suallarımız var ki, Tamam xanıma ünvanlanacaq və o da bizə öz bildiyi qədəri ilə, nə bilim, məlumatı qədəri ilə məlumat verəcək. Əslində çoxdur suallarımız. Sadəcə bəzi belə də ki, efirin məqamlarını nəzərə alaraq təbii ki, səsləndirmirik. Dinləyicilərimizdən də gələn mesajlar var. Baxıram ki, redaktə eləmək məcburiyyətindəyəm, çünki səsləndirə bilməyəcəm belə. Amma bir sual gəlmişdi. İstəyirəm ki, onu səsləndirim. Deyir ki, kişi və qadına eyni təsir edir dərmanlar. Mən Üzərində bir anlıq dayandım bu sualın. Çox da xoşuma gəldi. Mən açığı mütəxəssis deyiləm, hüquqşünasam. Ona görə bu sualın cavabını mütəxəssislərdən öyrəndiyim qədər cavablandıra bilərəm ki, bu dərman vasitəsindən asılıdır. Yəni elə dərmanlar var ki, sırf qadınların istifadəsi üçün nəzərdə tutulublar. Əlbəttə ki, onların fiziologiyasına uyğundur. Bəzi dərmanlar isə sırf kişilər üçün nəzərdə tutulub. Onlar da onların fiziologiyasına uyğundur. Ancaq belə yəqin ki, mütəxəssislər daha ətraflı məlumat verərlər bu. Bax belə. Siz göndərin bu kimi suallarınızı Tamam xanıma 055 93 490 93-ə. Təbii ki, cavablandırmağa çalışacaq və gəlirik indi onlayn satışa. Çünki dərman vasitələrinin həm də onlayn satışı hal-hazırda mümkündür. Nəzarət necə? Kifayət qədər olunurmu bu satışa? Biz necə məsələn rahatlıqla bu dərmanları ala bilərik, sifariş verə bilərik. Çünki biz bilmirik onların saxlanma şəraiti necə oldu, amma sifariş verdik. Çatdırdılar da bizim evimizə. Dərman vasitələrinin onlayn satışı hal-hazırda çox aktual mövzudur. Bundan bağlı da analitik ekspertiza mərkəzinə müraciətlər daxil olur və bacardığımız qədər bunu da cavablandırmağa çalışırıq. Onlayn satışın həyata keçirilməsi texnologiyanın inkişafı ilə həyatımıza daxil oldu və çox da işimizi rahatlaşdırdı, etiraf eləyək. Və bu zaman tənzimləmə necə həyata keçirilir, dövlət nəzarəti necə həyata keçirilir, onun barəsində danışmaq istəyirəm. Dərman vasitələrinin onlayn satışını yalnız dərman vasitələrinin satışı üzrə lisenziya maliki olan hüquqi şəxslər həyata keçirə bilir. Yəni hansısa bir şirkətdir, lisenziyaya malikdir və o həm də onlayn çatdırılma xidmətini başlayır bu fəaliyyətə başlayır. Bunun üçün mütləq qaydada onun müvafiq lisenziyası olmalıdır. Satışın, dərman vasitələrinin satışı ilə bağlı və həmən şəxsə dərman çatdırılarkən həmən dərman vasitəsi alıcıya çatdırılana qədər onun saxlanma şəraiti qorunmalıdır. Bu tələbdir və alıcılar necə müəyyən eləyə bilər ki, doğrudan da həmən sayt, həmən səhifə etibarlı bir mənbədirmi? Bununla bağlı həmən saytın özünə yaza bilər, sorğu kimi ünvanlaya bilər ki, bəs hansısa bir A adlı saytdır, mən ondan dərman alıram. Yəni sizin müvafiq lisenziyanız varmı? Bunun barəsində ətraflı məlumat verə bilərlər alıcıya. Bu ancaq bu formada tənzimlənə bilər. Bundan əlavə bizə müraciət edə bilərlər, araşdırıb məlumat verilə bilər. Amma bu kimi halların hansı ki, bu dərman vasitələrinin, saxta dərman vasitələrinin satışına səbəb ola bilər, əhali arasında kütləvi surətdə bunun yayılmasına səbəb ola bilər, bəli. Buna görə də vətəndaşlar bizə müraciət edib belə hallara görə preventiv tədbirlərin görünməsi üçün öz töhfələrini verə bilərlər. Aydındır. Təbii ki, keyfiyyət məsələsi də vacibdir. Düzdürmü Tamam xanım? İstehlakçılar olsun və yaxud da ki, vətəndaşlar olsun, dərman vasitəsinin keyfiyyətinin araşdırılmasını istəyirlər. Mən sizdən elə onu soruşmaq istəyirəm. Bəs keyfiyyətin araşdırılması üçün hara müraciət etmək lazımdır? Keyfiyyətin araşdırılması burada da müraciət yazılmalıdır, yazılı şəkildə, yoxsa? Yenə analitik ekspertiza mərkəzinə müraciət edə bilərlər. Əgər alıcı qanunvericinin tələbinə əsasən istehlakçılar öz dərman vasitələri ilə istifadə etdikləri dərman vasitələri ilə birgə onun ekspertizasını həyata keçirilməsi üçün sırf təhlükəsizlik cəhətdən deyil, digər aspektlərin də yoxlanılması üçün analitik ekspertiza mərkəzinə müraciət edə bilər. Bu ekspertiza ödənişsiz formada həyata keçirilir və vətəndaşın hüquqlarının qorunması məqsədi ilə araşdırma aparılır həmən dərman vasitəsi üzərində. Bu zaman yenə ərizəçilər, vətəndaşlar, şikayət edən şəxslər öz müraciətlərini edərkən həmən dərman vasitəsini əlavə edə bilərlər öz müraciətlərinə və bu
araşdırma başlaya bilər. Araşdırma əgər dərman vasitəsi dövlət qeydiyyatına alınmayıbsa, həmin dərman vasitəsinin təhlükəsizliyi barəsində də bizdə stabil bir, bizdə mövcud bir təcrübə olmadığına görə, mövcud bir həmin dərman vasitəsi belə deyim, bizim üçün qeyri-müəyyən olduğuna görə bunu müəyyən etmək mümkün deyil və vətəndaşa məlumat verilir ki, bu dərman vasitəsi qeydiyyatda deyil. Yəni bunun mənşəyi, saxlanılması, çatdırılması bizə məlum deyil. O zaman geri qaytarılır. Bəli və həmin aptekə protokol da tərtib olunur. İstehlakçının da ödədiyi ödəniş ona geri qaytarılır. Bu tələb olunur aptekdən. İkinci bir məsələ, əgər həmin dərman vasitəsi dövlət qeydiyyatı varsa və ərizəçi onun təhlükəsizliyi barəsində hansısa bir sorğusu varsa, bu zaman yenə həmin dərman vasitəsi ilə birgə müraciət edir. Həmin dərman vasitəsinin laborator sınaqları aparılır və o laborator sınağın nəticəsinə uyğun olaraq həmin ərizəçiyə məlumat verilir. Aha, aydındır. Gəlirik bir balaca bu dərman vasitələrinin reklam məsələsinə. Çünki qarşımıza bəzən doğrudan da televiziyalarda və yaxud da ki, radiolarda belə bir məlumat da çıxır ki, bu dərman deyil, bu hansısa bir qida əlavəsidir. Mütləq şəkildə elə bil ki, bunu qeyd edirlər. Mən hardasa belə başa düşürəm ki, dərmanlar əslində reklam olmamalıdır. Yoxsa necə? Bəlkə müəyyən məqamlar var, mən bilmirəm. İstəyirəm ki, onu elə ictimaiyyətə də, hal-hazırda dinləyicilərimizə də izah edərdiniz. Reklam olunmalıdırmı dərman? Dərman vasitəsinin reklamı ilə bağlı qanunvericilik konkret müddəalar müəyyən eləyir, konkret tələblər qoyur. Birincisi, resept əsasında buraxılan dərman vasitəsinin reklamına yol verilmir. Yəni həmin dərman vasitəsi reseptdə yazılacaqsa, mütləq resept əsasında istifadə olunacaqsa, onların reklamı qanunvericiliyə əsasən qadağandır və bu özlüyündə məsuliyyət müəyyən eləyir. Əgər dərman vasitəsi reseptsiz buraxılan dərman vasitəsidirsə, yəni onun istifadəsi üçün, qəbulu üçün reseptə ehtiyac yoxdursa, bu zaman onun reklamına yol verilir, amma bir neçə tələb var, hansı ki, bu tələblər mütləq qaydada gözlənilməlidir reklam verən tərəfindən. Yəni reklam edən şəxs mütləq bu qaydaları gözləməlidir. Birincisi, həmən resept 14 yaşından aşağı şəxslərə təklif oluna bilməz. Reklamda bu göstərilə bilməz ki, 14 yaşın, yəni hədəf kütlə burada 14 yaşından üzr istəyirəm, 14 yaşından yuxarı olan şəxslər olmalıdır. İkincisi, həmən dərman vasitəsinin qəbulu ilə bağlı hansısa bir şəxsin minnətdarlığı reklamda ifadə oluna bilməz. Həmən dərman vasitəsinin qəbulundan sonra yaranmış konkret faktlar göstərilə bilməz. Hansı ki, müəyyən bir naihənin ağrısının sona çatmasından bağlı konkret faktlar qoyula bilməz. Bunların hər biri dərman vasitəsi reklam olunarkən gözlənilməlidir. Əlavə olaraq orada reklamda qeyd olunur ki, dərman vasitəsinin qəbulu zamanı həkimlə məsləhətləşilməlidir. Bəli, bu söz eşidirik tez-tez. Bəli, bu da qanunvericiliyin tələbidir, hansı ki, mütləq qaydada gözlənilməlidir. Qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Bax, belə bir qeyd olur. Aha, belə. Bu qədər. Yəni əsas olaraq bunlara diqqət yetirilir. Əgər reklam təbii ki olunursa dərman vasitəsi bu məqamlara mütləq şəkildə nəzarət olunmalıdır. Sonra digər dinləyicilərimizdən də suallar gəlir. Deməli, farmakonəzarət nədir, kim həyata keçirir? Yenə də bu əczaçılara ünvanlanması bir sualdır. Qısa cavablandıra bilərik. Qanunvericiliyə farmakonəzarət anlayışı 2019-cu ildə daxil oldu. Farmakonəzarət nədir? Dərman vasitəsi barəsində yaranan əlavə təsir, yaxud yarana biləcək, yaranmış hansısa bir arzu olunmaz nəticənin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılmasıdır. Həmçinin yaranmış hansısa bir neqativ halın qarşısının alınmasına dair yönəlmiş tədbirlər məcmusudur. Farmakonəzarətin həyata keçirilməsi daha çox dərman vasitəsinin əlavə təsirlərinin müəyyən edilməsində özünü göstərir və bu zaman həm də dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, həm də dövlət qeydiyyatına alınması üçün müraciət olunmuş dərman vasitələrinin farmakonəzarət üzrə sənədləri ekspertizadan keçirilir. Həmin sənədlərin ekspertizası nəticəsində əlavə təsirlər müəyyən olunur, qarşıya çıxa biləcək problemlər əvvəlcədən aydınlaşdırılmağa çalışır. Bundan əlavə hər bir dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi farmakonəzarət üzrə şəxs müəyyən etməli və analitik ekspertiza mərkəzinə bu barədə məlumat verməlidir. Farmakonəzarət üzrə
məsul şəxs həmin dərman vasitəsi başqa ölkədə qəbul olundusa və bu barədə hansısa bir əlavə təsir yaranıbsa, dərhal bizi də təsdiq edici sənədlərlə birgə məlumatlandırmalıdır. Azərbaycan Respublikasındakı regulyator qurumları məlumatlandırmalıdır. Farmakonəzarət üzrə məsul şəxsin vəzifəsi həmin sənədləri toplamaq, mütəmadiən təqdim olunmalı olan sənədləri analitik ekspertiza mərkəzinə təqdim etməkdir. Bu zaman dərman vasitəsinin əlavə təsirləri barəsində həmçinin tibb işçilərinin məlumatlandırma məktubları bizə daxil olur. Hansısa bir dərman vasitəsinin istifadəsi zamanı yaranan bir əlavə təsir barəsində bizim Pharma.az saytına müraciətlər daxil olur. Həmin tibb işçiləri tərəfindən tibb işçiləri qeyd edir ki, A adlı şəxs B adlı dərmanı qəbul etdi və onda belə bir hal yarandı. Bu hallar araşdırılır, təqdim olunmuş sənədlərə baxılır, dərman vasitəsinin ümumiyyətlə sənədləri yenidən analiz edilir və bu barədə istehsalçıya qeydiyyat vəsiqəsinin sahibinə dərhal məlumat verilir və müvafiq preventiv tədbir görülməsi barəsində göstəriş verilir. İstəyirəm bir halda ki, siz elə xarici qeydiyyat məsələsinə azacıq biraz əvvəl toxundunuz. Mən də istəyirəm biraz ondan davam eləyək. Dərman vasitələrinin xarici, hətta belə deyərdim, beynəlxalq, yəni qeydiyyatının tanınması məsələsində ümumiyyətlə bu necə aparılır? İstəyərdim nəzarət baxımından bunu da bizə izah eləyərdiniz. Dərman vasitələrinin xarici beynəlxalq qeydiyyatının tanınması anlayışı 2023-cü ildən bəri istifadə olunur və ümumiyyətlə bu fəaliyyət, bu tədbirlər 2023-dən bəri başlayıb. 2023-cü ilə qədər, yəni hal-hazırda da belədir ki, dərman vasitələri dövlət qeydiyyatına alınması məqsədi ilə ekspertizadan keçirilməlidir və idxalına icazə alınması üçün də ekspertiza olunmalıdır və bunun üçün müəyyən bir prosedur ardıcıllıq var. Həm laborator analizləri nəticəsində, həm sənədlərin ekspertizası nəticəsində bir yekun rəy formalaşır və bunun əsasında ya dərman vasitəsi qeydiyyata alınır, ya da qeydiyyata almaqdan imtina olunur. Bu ənənəvi üsuldur. Xarici qeydiyyatın tanınması isə Azərbaycan Respublikası üçün istehsal olunmayan dərman vasitələrinin Azərbaycana gəlişini rahatlaşdırmaq, onun burada satışını stimullaşdırmaq üçün nəzərdə tutulmuş tədbirlərdir. Burada nə nəzərdə tutulur? Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya əsasən əsas Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Dərman Agentliyi tərəfindən tövsiyə olunan dərman vasitələri Azərbaycana digər dərman vasitələrinin münasibətdə daha rahat formada həm qeydiyyata alınır, daha qısa müddətdə qeydiyyata alınır və onlardan daha az sənəd tələb olunur və daha rahat idxal olunur. İdxal müddəti daha qısadır orada. Daha sonra əslində maraqlıdır bizim üçün hansı dərmanlar məsələn idxalına icazə verilir. Əslində orada digər orada demək beynəlxalq təşkilatlardan əlavə ölkələrin də siyasi var. Məsələn, Amerikada qeydiyyatı olan, İngiltərədə qeydiyyatı olan, Türkiyədə qeydiyyatı olan, hansı ki əsas meyarlara cavab verən və bu meyarlar əsasında dövlət qeydiyyatının tanınması üçün müraciət olunan dərman vasitələri yenidən araşdırılır, analiz olunur qısa müddət ərzində və onların ölkəyə gəlişi üçün ölkəyə gəlişi dövriyyəsini stimullaşdırmaq üçün dövlət qeydiyyatına alınır. Belə bir balaca yenə fasilə elan edəcəyik, çünki biraz nəfəs almaq lazım gəlir. Baxmayaraq ki, biraz əvvəl bizi reklamlardan da danışdıq, dərman vasitələrinin reklamlarından, amma indi hal-hazırda canlı reklamları dinləyəcəyik Tamam xanımla bərabər. Qaydanda isə yenə də bu dərman təhlükəsizliyi məsələsinə toxunacağıq, çünki onun arxasında bildiyim qədərindən xüsusi dayanan şəxslər var, nəzarət var təbii ki. Ona görə biz bugün studiyamıza dəvət etdik Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq Şöbəsinin müdiri Tamam xanım Həsənovanı, çünki bu işin içindədir. Ən çox verilən suallar da elə bugün səslənən suallar oldu yəqin ki sizə. Çünki nöqsanlar, nəzarət və ən əsas bu nöqsanların aradan qaldırılması üçün tətbiq olunan müəyyən bir inzibati necə deyək, tədbirlər, bunlar hamısı vətəndaşlara, ictimaiyyətə çox maraqlı
tərəflərdir. Gəlin etiraf eləyək və həm də təbii ki, bundan sonra biz daha diqqətli də olacağıq. Çünki burada məsələ təkcə indi qurumun üzərində təkcə düşmür ki, nəzarət. Bizim özümüz də hardasa bir vətəndaş olaraq da məsuliyyətimiz artmalıdır, məsuliyyətli olmalıyıq. Qəbul etdiyimiz dərmanlara aldıq, yaxşı. Amma sizin dediklərinizdən sonra bundan sonra daha diqqətli olacağıq ki, dərmanın üzərində müəyyən bir qeydlər aparılır, ona uyğun biz dərmanın keyfiyyətli olmasını və yaxud dövlət qeydiyyatında olmasını bilə bilərik. Düzdürmü? Məsələn, reyestrə daxil olan dərmanlar da var. Mən bu barədə birazdan sizə sual verərəm, çünki o da bir sual altındadır. Satışına icazə verilirmi? İcazə verilməlidirmi? İstəyirəm ki, bu barədə də Tamam xanım yenə də məlumat verəsiniz, çünki geniş danışılası bir mövzudur. Bəli. Siz də suallarınızı göndərə bilərsiniz. 055 93 490 93-də gözləyirik. Həftəyə dərman vasitələrinin təhlükəsizliyi və apteklərin fəaliyyətinə nəzarət mövzusu ilə başladıq və yavaş-yavaş da bitirəcəyik proqramımızı birinci dəqiqədən sonra. Amma bu arada bir vacib xəbər var. İstəyirəm ki, onu sizinlə bölüşəm, əziz bizim radionun Sağlam Həyatın dinləyiciləri. Belə ki, Ukraynanın Səhiyyə naziri Viktor Lyashkanın rəhbərliyi etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Qonaqları salamlayan Səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu qeyd edib. Bu səfərin Azərbaycanla Ukrayna arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, farmasevtika, onkologiya, pediatriya, kardiologiya və tibbi təhsil sahələrində birbaşa praktiki əməkdaşlığın inkişafına güclü təkan verəcəyini də vurğulayıb. Daha sonra iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycanın Səhiyyə naziri Teymur Musayev və Ukraynanın Səhiyyə naziri Viktor Lyashka imzalayıblar. Bax belə, biz bugün həftənin yeni belə deyək də bazar ertəsinə başladıq. Çox maraqlı bir aktual bir mövzuyla dərman vasitələrindən danışırıq, təhlükəsizliyinə, apteklərin nəzarətinə toxunuruq və öyrəndiyimiz çox məqamlar oldu. Bildik ki, aptekdə satılan hər dərman demək olar ki, dövlət nəzarətindən keçir və Azərbaycanda da dərmanların qeydiyyatı, keyfiyyətinə birbaşa olaraq Səhiyyə Nazirliyi nəzarət edir və elə məhz bütün bu işlər nəzarətdə Səhiyyə Nazirliyinin təsdiqi ilə aparılır. Ona görə də heç bir vaxt belə deyək də dərman vasitələrindən və yaxud da ki, tibbi xidmətdən nigaran qalmayın, narahat olmayın. Çünki bu istiqamətdə təbii ki, işlər bundan sonra da aparılacaq və nəzarət də daha da güclü olacaq. Mən belə düşünürəm. Tamam xanım, düzdürmü? Bir sualı gəlib dinləyicimizin. İstəyirəm mesajı səsləndirim, sonra yenə digər suallar var. Deməli, apteklərdə dərman təchizatında gecikmələrin səbəbləri bəs nə ola bilər? 070 42 yazdı bu sualı. Təşəkkür edirik. Apteklər ümumiyyətlə aptek bir təşkilat kimi sahibkardır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hansı ki, o fəaliyyəti həyata keçirir ki, müəyyən gəlir əldə edə bilsin və bunun üçün də sərfəli üsullara, sərfəli satış məhsullarından satmağa çalışır. Aptek təşkilatları isə sahibkarlıq fəaliyyəti olduğuna görə həm topdan satışı, həm pərakəndə satışı. Bunlar müstəqildir. İstədikləri dərmanı əlbəttə ki, dövlət nəzarətindən keçirməklə qeydiyyata aldırıb bütün tələblərə nəzarət etməklə satışını həyata keçirə bilirlər. Ancaq bəzi dərman vasitələrinin ölkədən getməsinin səbəbi, bəzilərinin aptekdən tapılmamasının səbəbi bu təchizat məsələləri daha çox sahibkarın özü ilə topdan və pərakəndə satışçının arasındakı münasibətlərdən asılıdır. Bu səbəbdən bəli, tibb müəssisələrində əhalinin, dövlət tibb müəssisələrində əhalinin dərman vasitələri ilə təchiz edilməsi Səhiyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Lakin aptek təşkilatlarında dərman təchizatı artıq aptekin daxili siyasətidir. Bəli. Təbii ki, bu da bir çox dinləyicimizin marağında olan sual idi və biraz əvvəl anons da verdik ki, reyestrə daxil olmayan, yəni reyestrdən keçməyən
dərmanlar da var, amma onların satışına icazə verilirmi, verilmirmi, onu artıq Tamam xanım sizdən öyrənmək istəyirik. Adətən necə olur? Dərman vasitələrinin reyestrinin aparılması dərman vasitələrinin dövlət qeydiyyatına alınmasıdır. Reyestrə aparılmanın özünün isə arxa planında böyük işlər gedir. Necə olur bu? Dərman vasitələri ölkəyə nümunə formasında gətirilir, ekspertizası aparılır, həm laborator sınaqları, həm dərman vasitələrinin sənədlərinin ekspertizası aparılır. Bunun nəticəsində ekspertiza rəyi verilir, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınır və reyestrə daxil edilir. Reyestrə daxil edilmiş məhsullar ölkədə sərbəst formada dövr edə bilirlər. Dövriyyəsinə nəzarət edilir yenə də həmin məhsulların. Burada nəzarət həmçinin onun idxalı prosesində də baş verir. Yəni dövlət reyestrinə alınmamış dərman vasitələrinin idxal edilməsinə, həmçinin aptekdə satışının həyata keçirilməsinə yol verilmir və bu özlüyündə İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinə əsasən məsuliyyət müəyyən edir. Aha, yəni o cümlədən də həm də qeydiyyatssız dərmanların satışına əgər icazə verilirsə, bu da bir məsuliyyətdir. Bəli. Onun üçün də müəyyən bir qaydalarda inzibati tədbirlər görülür. Anladım. Dərman vasitələrindən keçirəm bioloji aktiv qida əlavələrinə. Adətən bunlar nə hesab olunur? Onu bir istəyirəm ki, aydınlıq gətirəsiz və onların satışı apteklərdə necə olur? Vətəndaşlar tərəfindən hansı məqamlara xüsusi diqqət yetirilməlidir? Çünki mən bayaq da söylədim, biz özümüz də diqqət eləməliyik. Bizim özümüz də nəzarətdə saxlamalıyıq. Yəni olsun dərman vasitəsi, olsun və ya bioloji qida əlavələri. Hər birini alan bizik. Bioloji aktiv qida məhsulu dərman vasitələri haqqında qanuna əsasən xəstəliyin müalicəsi üçün nəzərdə tutulmur. Ümumiyyətlə bioloji aktiv qida məhsullarının istifadəsi yalnız gündəlik qida rasionunu tənzimləməkdir. Və buna görə də bu xəstəliyin müalicəsi üçün istifadə olunmur. Tərkibində istifadə olunan məhsulların dozası da hansısa bir xəstəliyin qarşısının alınması yaxud müalicəsi üçün nəzərdə tutulmur. Bu yalnız gündəlik aktiv fəaliyyətdə davam eləyə bilmək üçün, həyat fəaliyyətinə davam eləyə bilmək üçün zəruri olan məhsullardır. Ancaq təəssüflər olsun ki, bir çox istehlakçı tərəfindən bioloji aktiv qida məhsulları və dərman vasitəsi bir-birinə fərqləndirilə bilmir. Səbəbi isə bir-birinə formaca çox oxşar olmaqlarıdır. Ancaq aralarındakı fərqləri toxunsaq, dərman vasitələri ancaq aptekdə satılır. Bioloji aktiv qida məhsulları isə aptekdən əlavə xüsusi onun üçün ayrılmış satış məntəqələrində, köşklərdə, marketlərdə də satıla bilər. Yəni xüsusi bir tələb yoxdur bunun üçün. Amma aptekdə satışına icazə verilir. Verilir, bəli, icazə Anladım. verilir. Ancaq bir məsələni dinləyicilərin diqqətinə çatdırmaq istəyirəm ki, bioloji aktiv qida məhsullarının aptekdə satıldığı hissə qanunvericiliyin tələbinə əsasən ayrı olmalıdır. Onun üzərində bioloji aktiv qida məhsulları ifadəsi qeyd olunmalıdır və bundan əlavə bütün məhsulların üzərinə əgər izləyicilər diqqət etsə, həmin məhsulların üzərində dərman vasitəsi deyildir ifadəsi qeyd olunur. Mütləq bu olmalıdır. Bəli, mütləq bu olmalıdır. Həmin qida əlavəsinin üzərində bu yazı, bu stiker yoxdursa, bu artıq qanun pozuntusudur. Bundan əlavə bioloji aktiv qida məhsulları müalicə məqsədi daşımadığına görə onların reseptə yazılması qadağandır. Yəni həkimlər hal-hazırda elektron resept sistemi texniki cəhətdən buna imkan vermir yazılmasına. Ancaq yazılsa belə İnzibati Xətalar Məcəlləsinin 221.9-cu maddəsinə əsasən bu özlüyündə məsuliyyət müəyyən eləyir. Belə ki, vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnirlər. Ümumiyyətlə bioloji aktiv qida məhsullarının dövriyyəsinə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edir. Lakin Səhiyyə Nazirliyi burada Səhiyyə Nazirliyinin rolunu da izləyicilərin diqqətinə çatdırmaq istəyirəm. Belə ki, məhsul ölkəyə gəldikdə akta tərəfindən qeydiyyata alınmalıdır. Qeydiyyata alınmazdan əvvəl Səhiyyə Nazirliyindən Analitik Ekspertiza Mərkəzinə müraciət olunur və Analitik Ekspertiza Mərkəzindən alınmış məhsulun dərman vasitəsi olmaması barəsində rəy alındıqdan sonra ərizəçi məhsulun qeydiyyatı barəsində aktaya müraciət edir. Yəni həmin məhsullar da yenə qanuni yolla ölkəyə idxal olunmuş məhsullarda yenə Səhiyyə Nazirliyində dərman vasitəsi olmaması barəsində rəy verildikdən sonra
dövriyyəyə buraxılır və qeydiyyat alınır, daha sonra isə dövriyyəyə Bəli, buraxılır. qərardan sonra, yəni Bəli. buna icazə verilir. Aydındır. Ümumiyyətlə qanunvericilikdə mən belə başa düşürəm ki, siz danışdıqca özlüyümdə düşünürəm ki, dəyişikliklər həm var, həm də gözləniləcək. Yəni bundan sonra da dəyişikliklər olacaq. Düzdürmü? Yəni son baş verən dəyişikliklər məsələn nədir? Onu xüsusi vurğulaya bilərsiniz. Bu istiqamətdə xüsusən bax bugünkü mövzunu işıqlandırırıqsa dərman vasitələrinin təhlükəsizliyi ilə bağlı, aptekdəki nəzarətlə bağlı, aptekin fəaliyyətində olan nəzarətlə bağlı ən çox hansı dəyişikliklər gözə çarpır? Aydındır. Bəzi dəyişiklikləri indiyə qədər izləyicilərin diqqətinə çatdırdım, ancaq bir vacib məqam da var ki, elektron resept sisteminə keçirilməsi ilə bağlıdır. Bu hansı ki, rəqəmsal dünyaya inteqrasiya üçün böyük addımdır. Elektron reseptin tətbiqi ilə artıq reseptin kağız formasında olması bir əhəmiyyət daşımayacaq. Çünki bu sistemin tətbiqinə başlanılıb və getdikcə də bu sistem təkmilləşdirilir. Bütün tibb müəssisələri özəl yaxud dövlət olmasının asılı olmayaraq resept yaza bilən şəxslər, yəni həkimlər və ya felçerlər tərəfindən yazılan reseptlər elektron formada olmalıdır və elektron reseptlərə nəzarət isə birbaşa dövlət nəzarəti həyata keçiriləcək və burada artıq qeydiyyatı olmayan, saxta, bioloji aktiv qida maddələri, reseptə aidiyyatı olmayan məsələlər elektron reseptdə öz əksini tapa bilməyəcək. Çünki texniki cəhətdən sistem buna imkan verməyəcək. Bundan əlavə, bunu da diqqətinizə çatdırım ki, artıq dinləyicilər, istehlakçılar aptekə yaxınlaşdıqda elektron resept sistemi vasitəsilə öz finlərini deyərək elektron reseptə öz çıxışlarını əldə edəcəklər. Orada qeyd olunan miqdarda məhsulu dərman vasitəsində əldə edə biləcəklər. Daha sonra növbəti dəyişiklik kimi uğurlu dəyişiklik məsələn. Uğurlu dəyişikliklərdən onu ümumiyyətlə izləyicilərin diqqətinə çatdırım ki, bu sistemlər tətbiqi yavaş-yavaş inteqrasiya olunur. Çünki birdən-birə bu dəyişikliyin edilməsi hal-hazırda elektron resept sistemi tətbiq olunur və ümumiyyətlə kağız üzərində reseptdən imtina prosesinə başlanılıb və yavaş-yavaş da tamamilə elektron resept sisteminə keçid. İlk vaxtlar hətta düşünürdük ki, biraz yaşlı nəsil nümayəndələri üçün çətin ola bilər. Bəli. Çünki onlar yenə də kağıza daha çox, kağız məlumatlara, dərmanların nə vaxt nə cür qəbul olunmasına yazılı şəkildə görüləndə daha onlar üçün rahat olur. Alışıblar yəni buna sanki. Çətin olmadı görəsən indi necədir? Kimsə vasitəsilə yəqin köməkliyi ilə hardasa. Bəli, elədi və bunun üçün apteklərin də rolu böyükdür ki, tam inteqrasiya etsinlər onlar elektron resept sisteminə və bu artıq gələcəkdə digər innovativ addımlara da gətirib çıxara bilər, hansı ki, dövlət tərəfindən dərman təminatı məsələsində də böyük rol oynayacaq. Gələcəkdə dərman tələbatının müəyyən olunması üçün böyük rol oynayacaq. Bir digər müsbətə doğru dəyişiklik, bir digər innovativ dəyişiklik təqib və izləmə sistemi ilə bağlıdır. Ölkəmizdə hal-hazırda dərman vasitələrinin ölkəyə idxalından, hətta istehsalından başlayaraq son istehlakçıya, yəni alıcıya çatdığı mərhələyə qədər izləmək üçün sistem tətbiq olunur. Təqib və izləmə sistemi adlanır. Təqib və izləmə sisteminin mahiyyəti odur ki, artıq gələcəkdə istehlakçılar öz dərmanları vasitəsilə QR oxutmaq vasitəsilə çox rahatlıqla məlumat əldə edə biləcək. Həmin dərmanın harda olduğunu asanlıqla görə biləcək. Dərman barəsində istifadə təlimatı, qeydiyyatda olub-olmaması, kim tərəfindən satılması, ölkəyə nə vaxt idxal olunması barəsində bütün məlumatlar hamısı orada yer alır. Əldə edə biləcəklər. Bunun tətbiqi hal-hazırda narkotik və psixotrop tərkibli dərman vasitələrində tətbiqinə başlanılıb. Çox uğurlu şəkildə də davam etməkdədir. Məqsəd gələcək üçün məqsəd bunu bütün dərman vasitələrinə tətbiq eləməkdir ki, bu istiqamətdə də işlər aparılır. Yəni hər hansı bir dərmanın tərkibi ilə bağlı şübhələr yaranarsa, və yaxud da sadəcə indi öyrənmək istəyərlərsə, nə tərkiblidir? Adi bir misalda məsələn artıq çəki yarada bilərmi? Ən çox xanımları o maraqlandırır da. Məsələn, fikirləşmir ki, məsələn, qaraciyərimə xeyir olacaq və yaxud da ki, bu digər orqanlarıma təsir edəcək. Ən əsas bu mən xeyrimə, yəni bu dərmanın istifadəsi mənim xeyrimə yarayacaq. Yox, birinci düşünürlər ki, bu mənə artıq çəki gətirməyəcək. Məsələn, hormonlarda dəyişiklik olmayacaq. Yəni mən məsəl üçün bir nümunə olaraq bunu söylədim, amma çox düzgün Tamam xanım vurğuladı ki, ən əsas dərmanların öz
özləri haqqında məlumatı siz oxuya biləcəksiniz. QR kodlar vasitəsilə bu qədər rahat olacaq sizin işiniz. Bax belə. Bir məsələni də izləyicilərin diqqətinə buyurun. çatdırmaq istəyirəm. Hansı ki, fikrimcə bu bir daha bu məsələyə qayıtmaq lazımdır. İzləyicilər hal-hazırda da dərman vasitələrinin qeydiyyatı barəsində məlumat ala bilərlər. Nə cür? Birincisi Pharma Az saytı var. Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsidir. Burada axtarış hissədə dərman vasitəsinin adını yazmaqla həmən dərman vasitəsinin qeydiyyatının olub-olmaması, son istifadə tarixi, istehsal olunduğu tarix barəsində ətraflı məlumat əldə edə bilərlər. Həmçinin onun istifadə təlimatı ilə də tanış ola bilərlər. Bundan əlavə ənənəvi qaydada yenə adi formada bizə müraciətlər ünvanlayaraq bu barədə ətraflı məlumat əldə edə bilərlər. Mən təşəkkür edirəm sizə. Çox təşəkkür edirəm. Həqiqətən çox maraqlı, faydalı bir söhbət oldu. Bundan sonra biz yadımızda saxlayacağıq ki, bax qəbul etdiyimiz dərmanlar olsun nəzarət altındadır. Amma dinləyicilərimizə də buradan bir xatırlatma da edək ki, düzgün, yəni dərmanları qəbul etməlidirlər. Yəni burada hər hansı bir dövlət qeydiyyatından keçməyən dərmanlar, tərkibi naməlum olan dərmanlar qəbul edəcəksinizsə, bu əlbəttə ki, sizin səhhətinizdə problemlər yaradacaq. Ona görə bunu mütləq şəkildə yadınızda saxlayın. Dərmanların təhlükəsizliyindən, apteklərdə nəzarətin vacibliyindən bugün biz ona görə danışdıq. Ona görə bu söhbəti açdıq, bundan danışdıq və bu baxımdan bizə kömək etdi. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin hüquq şöbəsinin müdiri Tamam xanım Həsənova. Mən sizin adınızdan da təşəkkürümü bildirirəm bugünkü qonağımıza. Çox sağ olun, minnətdarıq sizə gəldiyinizə görə, maraqlı söhbətə görə də. Hələlik. Çox sağ olun.